çox mücərrəd şeylər var. Onların birinin tərəfində Çin dayanıb, digərinin tərəfində Amerika dayanıb, Rusiya dayanıb. Onları qızışıb oturaqdır, vəssalam. Hindistan yaxşı iş görmür. Ümumiyyətlə, onlar erməni qaraçıları da elə oradan çıxıblar, Hindistandan. Hindistan müsəlmanların hamısını qollayır öz vətəninə. Ona görə mənim Hindistana nifrətim var ancaq. Biz Pakistanın arxasında durmalıyıq. Heç nə bilmirəm valla. Hindistan, Pakistan, elə özümüz, elə dərdimiz qalıb burada valla. Pakistanı dəstəkləyirəm, onlar bizim dostumuzdur. Onlara kömək eləməliyik, bir qardaş kimi. Bunların əsasında əlbəttə ki, ingilislərin qoyduqları oyunların köküdür, gəlir bugün. Həm də ki, burada dini məsələlər də var. Bilirik ki, Hindistan dövlətinin rəhbəri millətçidir. Qatı dini millətçidir. Müsəlman, buddizm məsələləri, siyasi məsələlər, bu ticarət məsələləri, Çin məsələsi, amma burada qarışıqdır. İkisini də sevmirəm o ölkələrin. İndi İsraillə Hamas arasında olan haqq-hesab oxşayır. Keçmiş sərhədin o üzündə terroristlər kimlərsə öldürdülər, Hindistan bundan qəzəblənib. İndi Hindistan haqlıdır, yoxsa haqlı deyil, o demək çətindir. Biz Pakistanın yanındayıq, çünki Pakistan biz müharibə dövründə olduqda bizə kömək eləmişdi. Həm din baxımından olsun, həm siyasi baxımdan, hər baxımdan Pakistan bizim tərəfimizdədir. Biz də onların tərəfdə durmalıyıq. Yəni tarix boyda bu belə olub. Onu prezident yaxşı bilər. Yəni bir vətəndaş kimi sizin düşüncəniz? Pakistan bizimdir, bizim dostumuzdur. Nə lazımdır yardım edəcək, Türkiyə də edəcək, bizim prezident edəcək. Deməli, 1918-ci ildə Pakistanda bəbə xəstəliyi baş verəndə Hacı Zeynalabdin Tağıyev onlara kömək eləyib. O köməkdən sonra, gördün, ermənilərlə 44 günlük müharibədə bizə kömək elədi. Dedilər ki, biz sizə boşlayıq. İndi yenə də biz onlara borcluyuq. Biz onları müdafiə eləməliyik, başqa lazımız yox. Onun barəsində bilmirəm heç nə. Prosta bilirəm ki, kömək eləmək lazımdır. Həmişə də dalımızda dayanıb, borcumuzdur. Doğrusu bilmirəm, mən belə siyasətlə baxmamışam. Pakistanın düşməni bizim də düşmənimizdir. Biz də əlimizdən gələn qədər dəstək olmalıyıq, həmrəy olmalıyıq, yanlarında olmalıyıq hər zaman. Siyasəti bilmirəm elə. Dünya dövlətləri olsun, Avropa Birliyi olsun və yaxud da ki, digər təşkilatlar müharibənin dayandırılmasına, sülh yolunda addım atılması cəhətdən birlik olmalıdır ki, bu münaqişə sona yetsin. Hindistanlılar həmişə bizim Azərbaycan müsəlman millətinə qarşı çox pis hərəkətlər edirlər. Biz görürük də bu mətbuatda zətdə. Amma Pakistan yox, Pakistan bizim qardaşımızdır.